Salam əziz şagirdlər. Bu gün sizlərlə bərabər uzunluq ölçü fəaliyyətləri və onların çevrilmələrini öyrənəcəyik. Bilirəm, çoxunuz üçün çevrilmələr çox çətin gəlir. Lakin bu kiçik izahla siz artıq çevrilmələr mövzusunda heç bir çətinlik çəkməyəcəksiniz. Nə demək istədiyimi gəlin birlikdə baxaq. İlk öncə ölçü vahidlərimizi qeyd edək. Ən kiçik ölçü vahidimiz millimetrdir. Milimetreden sonra santimetr, santimetreden sonra desimetr, desimetrden sonra metr ve daha sonra kilometr gəlir. Ölçü vahidlərimizin arasında 10 dəfə fərq vardır. Yəni millimetr, santimetr arasında 10 dəfə, santimetr, desimetr, santimetr ile desimetr arasında 10 dəfə, desimetr ile metr arasında 10 dəfə. Lakin metr ile kilometr arasında 1000 dəfə fərq vardır. Bu ne demektir? Yani ben hər hansısa bir ölçü vahidində olan, məsələn, millimetrdə olan bir ölçünü santimetre çevirmək istəyirəmsə, onu o ölçü vahidini ona bölməliyəm. Eyni zamanda santimetrdəkini desimetre çevirmək istəyirəmsə, ona bölməliyəm. Və yaxud da desimetrdəkini santimetre çevirmək istəyirəmsə, ona vurmalıyım. Yəni hər bir arasında 10, sadəcə metr və kilometr arasında 1000 dəfə fərq var. İndi isə gəlin baxaq görək, böyük ölçü vahidindən kiçik ölçü vahidinə çevirərkən və yaxud da kiçik ölçü vahidindən böyük ölçü vahidinə çevirərkən necə bunu daha rahatlı formada yadda saxlayıb tətbiq eləyə bilərik. İlk öncə bunları yazdıqdan sonra ox işarələrimizi qeyd eləyək. İlk olaraq kiçikdən böyüyə doğru ox işarələrimi çəkirəm. Daha sonra böyükdən kiçiyə doğru ox işarələrimi qeyd eləyirəm. Bu nə deməkdir? Kiçik ölçü vahidindən böyük ölçü vahidinə keçmək istəyirəmsə, hər zaman böləcəm. Ona bölürəm, ona bölürəm, ona bölürəm. Lakin metrlə kilometr arasında 1000 dəfə fərq olduğuna görə 1000-ə bölürəm. Lakin böyük ölçü vahidindən kiçik ölçü vahidinə keçən zaman vurma əməlindən istifadə edirəm. Santimetrdən millimetrə vur 10, desimetrdən santimetrə vur 10, metrdən desimetrə yenə vur 10, kilometrdən metrə 1000 dəfə olduğuna görə vur 1000 formasında qeyd etdim. Gəlin bunu bir neçə misal üzərində baxaq. Bizdən soruşur ki, 82 metr neçə millimetrdir? Biz bu çevirməni yazmaq üçün nə edirik? 82 metr. Hal-hazırda buradayıq və millimetrə çatmalıyıq. Arasında neçə dənə 10 var? 3 dənə 10 var. Deməli, mən bu ədədi 3 dəfə 10-a vuracağım. Yəni, metrdəyəm. Birinci 10 vurdum. Buradayım hal-hazırda. İkinci 10'umu vururam. Buradan da üçüncü 10'umu vururam. Və 82.000 millimetr yazmış olduq. Gəlin indi başqa bir ədəddə baxaq. 75 santimetr çevirək millimetrə. İndi hal-hazırda buradayıq. Millimetrə çatmaq istəyirik və arasında bir dənə 10 var. Yəni yalnız bir dəfə ona vururuq. Cevabımız eləyir 750 millimetr. İndi isə başqa bir ədəd üzərində baxaq. 68 kilometri çevirmək istəyirəm desimetrə. İlk baxışda çətin gəlir, lakin cədvələ baxırıq. Kilometrdən desimetrə çatmaq üçün bir dəfə 1000'ə, bir dəfə də ona vurmalıyam. 68 vurulsun 1000, vurulsun 10. 1000'ə vurdum, metrə çatdım. 10'a vurdum, desimetrə çatdım. Və vurduqdan sonra 680.000 desimetrə bərabər olmuş oldu. Belə bir misal yazaq.
720 santimetr çıxılsın 60 desimetr, üstə gəlinsin 2 metr. Cevabı santimetrlə istəyir bizdən. Gəlin bu misalı həll edək. 720 santimetr olduğu kimi qalır. Lakin 60 desimetri santimetrə çevirməliyəm. Nə üçün? Cevabı məndən santimetrlə istəyir. Santimetrlə istəyir deyə mən desimetri də santimetrə çevirməliyəm ki, rahat formada çıxa bilim. 60 desimetr buradayam və santimetrə çatmaq istəyirəm. Desimetrdən santimetrə çatmaq üçün bir dəfə ona vurmaq lazımdır. Bərabərdir. 60 vurulsun 10 bərabərdir 600 santimetr. İndi isə 2 metri santimetrə çatdırmalıyam. Cevabı santimetrlə istədiyi üçün. 2 metr. Hal-hazırda buradayıq. Və santimetrə çatmaq üçün biz ədədi 2 dəfə ona vurmalıyıq. Bərabərdir 2 vurulsun 10 vurulsun 10. Bərabərdir 200 santimetr. İndi misalımızı yenidən yazdıq. 720 çıx 600 santimetr. Üstə gəlinsin 2 metrdə çevirdi santimetri 200 santimetr. İndi isə rahatlıqla bildiyimiz qaydada hesablayırıq. 720-dən 600'e çıxıram 120, 120'nin də üzərinə 200 gəlirəm. 320 santimetrə bərabər olmuş oldu.